Salam əziz abituriyentlər, mən Şirinov Akif, Səbəl rayon İntellekt məktəbin riyaziyyat müəllimi, eyni zamanda İntellekt tədris mərkəzinin rəhbəriyəm. Bugün abituriyentlərə çalışacağım ki, bəzi faydalı məlumatlar verəm. Çünki abituriyentlər bir çox hallarda bu suallarla müraciət edirlər. Keçid balları bu il necə olacaq? Mən filan topladığım balla universitetə qəbul ola bilərəm, yoxsa ola bilmərəm? Bu sual abituriyentləri təbii ki, düşündürür. Xüsusən də seçimə az qaldığı üçün, ixtisas seçimi vaxtı az qaldığı üçün daha çox maraqlıdır bu sual onlar üçün. Ona görə bu suallara çalışacağım, aydınlıq gətirəm və bir şeyi də diqqətə çatdırmaq istəyirəm ki, sosial şəbəkələrdə çoxalıb ixtisas seçimini reklam edən müəllimlər, heç bilinmir onlar ixtisasda müəllimdir, müəllim deyil və onların danışığından hiss olunur ki, bunlar o sahəni bir çoxu yaxından bilmirlər, sadəcə abituriyentləri aldatmaqla məşğuldurlar və çox vaxt nədə aldatırlar? Görürük, hər hansı bir abituriyent qoşulur canlı verilişinə, onun deyir ki, mən 250 bal toplamışam, filan universitetə qəbul ola bilərəmmi? Əmin eləyirlər, hə 100% biz səni həmən universitetə yerləşdirərik. Biz səni universitetə yerləşdirərik nə deməkdir? Bu elə kəlmə özü o deməkdir ki, abituriyent aldatılır. Hər hansı bir müəllim o universitetə kimisə yerləşdirmək o səlahiyyətdə deyil. Heç bir müəllim o səlahiyyətdə deyil ki, hansısa abituriyenti hansısa universitetə yerləşdirsin, oradan ora çıxartsın və ilə axır. Və bunu da qabaqcadan heç bir müəllim tam əminliklə deyə bilməz ki, hansı bal toplayan abituriyent hansı ixtisasa qəbul ola bilər, qəbul ola bilməz. Bunu demək sadəcə insanları aldatmaqdan ibarətdir. Niyə? İndi səbəbini də izah edeyim. Keçid balı hələ ki abituriyentlərin bal statistikası çıxmayıb. Abituriyentlərin ümumi sayını bilsəydi, bal statistikası çıxmayıb. Bal statistikası nə deməkdir? Bal statistikası abituriyent jurnalında çıxır və həmən jurnalda ballar hissələrə bölünür. Tutaq ki, 200-250 bal toplayan abituriyentlərin sayı, 250-300 bal toplayan abituriyentlərin sayı, 350-400 bal toplayan abituriyentlərin sayı və belə 650-700 bal toplayan abituriyentlərin sayı. Ümumi hər bir qrup üzrə həmən abituriyentlərin sayı verilir. İxtisas seçən müəllim də həmən abituriyentlərin sayına baxır və ayrılan plan yerlərinin sayına baxır, ümumi abituriyentlərin sayına baxır. Plan yerləri nə deməkdir? Plan yerləri universitetlərdə hər hansı bir ixtisas üçün ayrılmış yer deməkdir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimi ixtisasında neçə dənə yer var? Yəni, orada neçə nəfər tələbə bir ildə riyaziyyat müəllimi ixtisasında oxuya bilər. Tutaq ki, bu say 50-dir. Yəni, Pedaqoji Universitet nəzərdə tutub ki, bu il 50 nəfər riyaziyyat müəllimliyinə tələbə qəbul eləsin. Bu olur həmən universitetdə də plan yeri və ümumilikdə plan yerləri də bütün universitetlərdə hesablanır, cəmi plan yerlərini formalaşdırır. Plan yerlərini artırıb azaltmaq səlahiyyəti də universitetlərin öz səlahiyyətində deyil. Bu plan yerlərini artırıb azaltmaq Nazirlər Kabinetinin sərəncamı ilə tənzimlənir. Bu plan yerlərinin sayı da hələ ki məlum deyil. Yəni, Nazirlər Kabinetinin hələ belə bir qərarı olmayıb. Yaxın vaxtlarda yəqin ki, bu qərar veriləcək. Və hər il olduğu kimi böyük ehtimal ki, bu ildə plan yerləri artırılacaq. Çünki buna tələbat var. Əsasən də yeni yaradılmış universitetlərdə plan yerlərlə artırılması ehtimalı böyükdür. Xüsusən də Qarabağ Universiteti yeni açılmış universitetlərdən biridir. Orada böyük ehtimal ki, yeni ixtisaslar əlavə olunacaq. Necə ki, keçən il bəzi ixtisaslar orada əlavə oldu. Bu ildə gözlənilir ki, ora yeni ixtisaslar əlavə olunsun və digər universitetlərdə də paralel ixtisaslar əlavə oluna bilər, artırıla bilər. Yəni, plan yerlərinin sayı artırıla bilər. Bu tələbatdan asılıdır. Kənd təsərrüfatı sahəsində olan ixtisaslarda plan yerləri artırıla bilər. IT sahəsində plan yerlərinin sayı artıra bilər. Çünki buna tələbat çoxdur. Özümüz də bilirik, ətrafımızdakı deməli, abituriyent sayından həmən ixtisaslara hazırlaşan abituriyentlərin sayına görə biz bu proqnozu verə bilirik. İndi başlayaq, izah edək ki, keçid balı necə formalaşır. Ekranda gördüyünüz, deməli, 2026-cı ilin keçid balları göstərilir. Əslində, bu 2026-cı ilin keçid balları deyil, 2025-2026-cı il keçid ballarıdır. Yəni, keçən ildə universitetlərə qəbul olmuş abituriyentlərin keçid ballarıdır. 2026-cı ildəki keçid balları
Qəbul başa çatandan sonra məlum olacaq. Biz biləcəyik ki, məsələn 2026-cı ildə Tibb Universitetinin Müalicə İşi fakültəsinə məsəl üçün deyirik. 615 balla ən axırıncı tələbə, yəni ən az bal 615 bal olub. O tələbə ora qəbul olunubsa, bu formalaşdırır ki, həmən universitetin keçid balı deyirik ki, 2026-cı ildə bu qədər olub. Məsələn, bir ixtisas seçək, məsələn, olsun ikinci qrup. İkinci qrupda baxaq bir universitetə. Məsələn, Bakı Dövlət Universiteti 359 bal deyək. Yəni 2025-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyinə qəbul olan, ən aşağı balla qəbul olan abituriyentin balı 359 bal olub. Bu nə deməkdir? Tutaq ki, Bakı Dövlət Universitetində həmən ildə, yəni keçən ildə coğrafiya müəllimliyi üçün 50 dənə yer ayrılmışdı. Və bu 50 dənə yeri 100 abituriyent, yaxud 150 abituriyent seçmişdi. Bu kodlaşdırmadan sonra olan prosesdir. 150 abituriyent bu ixtisası seçibsə, deməli bu 100 dənə abituriyent çöldə qalacaq. 50 plan yeri varsa, onun 50-si ora qəbul olmalıdır. Və o 50 nəfər necə seçilib ora qəbul olur? O 50 nəfər, 150 nəfərin içində belə deyək, ən yüksək bal toplayan, tutaq ki, belə deyək ki, 500 bal toplayıb, ən yüksək bal toplayan 500-dür. Birinci sırada o 500 bal toplayan abituriyent yerləşdirilir. İkinci sırada 500-dən aşağı 420, 430 və ilə axır 50-ci yerə gəlib düşən abituriyentin balı olur 359. Və bununla da deyirik ki, Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyinin keçid balı 359,7 baldır. Yəni keçid ballarının formalaşdırması bu. Yəni keçid balları əvvəlcədən heç bir qurum tərəfindən, Dövlət İmtahan Mərkəzi tərəfindən, yaxud Təhsil Nazirliyi tərəfindən, yaxud hər hansı bir universitetin tərəfindən formalaşdırılmır. Keçid ballarını formalaşdıran yalnız abituriyentlər özləridir, onların bilik səviyyəsidir, onların ixtisas seçimində kodlaşdırmasıdır. Həmən bu amillər, deməli, keçid ballarını formalaşdıran amillərdir. İkinci qrupu seçmişkən, məsələn, statistik göstəricilərə baxdıq biz, bu il keçən ilə nisbətən ikinci qrupda imtahan verən abituriyentlərin sayı təxminən 9000 nəfər artırılır. Bu o deməkdir ki, ilk baxışda o deməkdir ki, ikinci qrupda keçid balları artacaq. Ancaq digər tərəfdən də bəzi məqamları analiz eləmədən bunları deyə bilmərik. 9000 abituriyent artıq olsa da, abituriyentlərin bilik səviyyəsinə uyğun olaraq, bəlkə həmən abituriyentlərin böyük əksəriyyəti Dövlət İmtahan Mərkəzinin qoyduğu həmən o müsabiqə şərtlərini keçə bilməyəcək. Çünki orada müsabiqə şərtində göstərilir ki, minimum bal 200 bal olsun, blok imtahanından 100-dən aşağı bal olmasın. Bu hallarda abituriyent dövlət deməli, universitetlərində ödənişsiz təhsil ala bilərlər. Bu kriteriyalar abituriyentlərin ödəyən abituriyentlərin sayı azdırsa, yenə də o bal artmaya bilər. Yəni, balın artıb azalması hər hansı bir ixtisasa abituriyentin axınından asılıdır. Bəzi prestij ixtisaslar var ki, onlarda ixtisasın keçid ballarının azalmasını gözləmək olmur. Məsələn, hüquq fakültəsidir, Tibb Universitetinin müalicə işidir, stomatologiyadır, olsun digər universitetlərdə kompüter elmləri, kompüter mühəndisləri ən çox ildən keçid balları artan ixtisaslardan biri də informasiya təhlükəsizliyidir. Birinci qrupda ERI alt qrupu seçin abituriyentlər üçün. Niyə burada keçid balları artır? Çünki bura istiqamət, axın çox olduğu üçün abituriyentlərin böyük əksəriyyəti bu ixtisasları seçir. Təbii ki, bunlara tələbat da çoxdur. Abituriyentlər düzgün olaraq da bu ixtisas seçirlər və ixtisas seçimində də dövlət tərəfindən də bu istəyi nəzərə alıb universitetlərdə həmin plan yerləri artırılır. Güman ki, bu ildə universitetlərdə bu sahələrdə ixtisas yerləri artırılacaq. Çünki bilirik ki, süni intellekt həyatımızın bir hissəsi, həyatımıza demək olar ki, daxil olub. Ayrıca bir ixtisas kimi, fakültə kimi bu sahədə nəsə yaradılması gözlənilir. Ya hər hansı bir ixtisasın tərkibində də öyrənilə bilər bu kompüter elmləri, ümumiyyətlə bu
bilgilərin böyük əksəriyyətini əhatə edir. Məsələn, bəzi universitetdə kompüter elmlərinə bağlı data analitika deyilən bir ixtisas var. O ayrıca bir fakültə kimi ayrılıb. Ola bilər ki, süni intellekt də bir fakültə kimi ayrıla bilər. Bu il gələn növbəti illərdə belə bir şey ola bilər. Sonra turizm işinin təşkili. Bu ixtisaslarda plan yerlərinin sayı artırıla bilər. Kənd təsərrüfatı sahəsində olan ixtisaslarda plan yerlərinin sayı artırıla bilər. Niyə? Çünki işğaldan azad olunmuş torpaqlarda bu dəqiqə bilirik ki, sürətli inkişaf gedir, məskunlaşma gedir, əhali ora köçürülür və orada kənd təsərrüfatı işləri həyata keçirilir. Eyni zamanda turistlərin axını Azərbaycana bilirik ki, artır. İldən daha da artacaq. Bu baxımdan turizm inkişafı, turizm işinin təşkili ixtisası önəmli bir ixtisasa çevriləcək yaxın illərdə və bu da abituriyentlərin seçimində öz əksini yəqin ki, tapacaq. Plan yerlərdə, universitetlərdə bu sahədə yəqin ki, artırılacaq. Kənd təsərrüfatı sahələrində, məsələn, əkinçilik, maldarlıq bilirik ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ torpaqlarıdır. Artıq torpaqlar işğaldan azad olunub və burada əkinçilik, təsərrüfat işləri davam edir. Bu təsərrüfat işlərində də ixtisaslı kadrlar lazımdır. İnjiner, aqronom, üzümçülük var, şərabçılıq var, maldarlıq və bu sahələrdə kənd təsərrüfatı universitetində müəyyən ixtisaslar var ki, bu ixtisaslarda təhsil almış deməli, abituriyentlər, tələbələr iş tapmaqda çətinlik çəkməzlər. Abituriyent ixtisas seçimi avqust ayının ilk 10 günündə nəzərdə tutulub ki, ixtisas seçimi başlansın. Bunun üçün o dediyimiz kimi bal statistikası çıxdıqdan sonra və ixtisas seçiminə start verildikdən sonra abituriyentlər ixtisasları seçə bilərlər və ixtisas seçərkən abituriyentin öz marağı birinci növbədə nəzərə alınmalıdır. Yoxsa bəzi hallarda müəllimlər abituriyentin marağını kənara qoyub təkid edirlər ki, bu ixtisası seç. Niyə? O niyə baş verir? Ona görə o da baş verir ki, ən aşağı ixtisasları, ən aşağı bal tələb edən ixtisasları yazır ki, ad olsun ki, filan müəllim seçmişdi, universitetə qəbul oldu. Ancaq o qəbul olduğu universitet, qəbul olduğu ixtisas bu abituriyentin gələcəkdə bir işinə yarayıb, yaraymayacağı o bəzi hallarda bəziləri üçün maraqlı olmur. Ona görə bu məqamlara da diqqət yetirmək lazımdır. Real olaraq sizin topladığınız deməli balın universitetə qəbul olmaq şansını dəyərləndirməlisiniz. Bunu özünüz də eləyə bilərsiniz. Dediyim kimi əsas bu 3-4 amili araşdırmaqla özünüz də eləyib, sonra sərbəst özünüz də kodlaşdıra bilərsiniz, yaxud bu işi görən müəllimlərə də müraciət edə bilərsiniz. Yenə də hər hansı bir sualınız yarana bilərsə müraciət edə bilərsiniz.